Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə DİM-in çıxardığı ümumi sınaq toplusundan 13-cü sınağın izahı ilə qarşınızdayıq. Başlamamızdan ilk öncə bu cür sınaqların davamını gəlməsini istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olun. Əgər bəyəndiksə, bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımızda soruşur. Vəzin adı epifiz, aid olduğu vəz qrupu daxili hazırladığı hormon, epifiz vəzinin hazırladığı hormon melatonin hormonudur. Sonra qarışıq vəz olan və androgen hormonu hazırlayan isə toxumluqdur. Mədaltı vəzi qarışıq vəzlərə aiddir. Deyilənləri uyğunlaşırsaq C variantına uyğun gəlir. İnsan sakit halda 28 tənəffüs hərəkəti edərsə, bu müddətdə onun ürəyinin ümumi boşalması neçə saniyə vaxt sərf olunmuş olacaq. İndi biz ilk olaraq 28 saniyə nə qədər vaxt sərf olunduğunu tapaq. Biz bilirik ki 16 tənəffüs hərəkəti edəndə 60 saniyə vaxt gedir. Bəs 28 tənəffüs hərəkəti edəndə nə qədər vaxt gedir? Buradan da x-imiz də bərabər olacaq. X-imiz də bərabər 16 burada. Bu da 105. X də bərabər də 105 saniyə olacaqdır. İndi isə biz bilirik ki, onun ürək ümumi boşalması. Deməli, yadınızda saxlayın ki, ürək ümumi 0,8 saniyə yığılırsa, onun ümumi boşalması da 0,4 saniyə. Yəni onun yarısı. 105'in də yarısı neçə edəcək? 52,5. Euler Venn diaqramına uyğun bəndləri qeyd edin. Biz burada toxumluq, yumurtalıq. Biz birinci götürək toxumluğa uyğun olanları seçək. Sonra isə digərini. Birinci sualımızda deməli toxumluğa uyğun olanlar olacaq. Bir, testosteron və androgen hormonunun hazırlanması bu toxumluğa uyğundur. Bir də ki, axacaqlar stik kanalına açılır. Sonra yumurtalığa uyğun olanları isə bədən boşluğunda yerləşir. Bir də estrogen və progesteron hormonu hazırlayır. Hər ikisi üçün ortaq xüsusiyyət isə İkincisi cinsi əlamətlərin yaranmasında iştirak edir. Bir də xarici sekresiya vəzi kimi də hüceyrə ifraz edir. Ona da C variantına uyğun gəlmiş olacaq. Dördüncü sualımızda soruşur. Nöqtələrin yerinə uyğun gələn sözləri ardıcıllıqla yazın. İndi baxaq. Deməli, orta qulaq bilavasitə arxasında nə yerləşir? Təbil pərdəsinin arxasında yerləşir. Bir-biri ilə bağlı 3 buraya 2 yazmalıyıq da. Bir-biri ilə bağlı 3 sümükdən yerləşmiş olur. Sonra orta qulaq eşitmə borusu vasitəsilə burun utlağa əlaqələndirir. Bu da 1, 5, 2, 1. Bu da A variantına uyğun gələcək. 5-ci sualımızda nə soruşur? DNT molekulunun bir hissəsində nukleotidlərin ümumi sayı 3200-ə bərabərdir. Əgər bu nukleotidlərin 600-ü timindirsə, onda bu hissədə 3 qat hidrogen rabitələrinin sayı, 2 qat hidrogen rabitələrinin sayının nisbəti 600-ü timindirsə, deməli 600 də adenindir. Adeninlə timin nukleotidlərin ümumi sayı 3200-dən də çıxacağıq 1200-ün. Yerdə qalacaq. Yerdə 3200-dən də çıxsaq 200-ü qalacaq burada 2000. 2000'in bunun mini guanindir, mini də sitozin. Və burada da deməli 600 adenin varsa, yəni 600 də timin vardır. Bizdən də nəyi soruşur? Hidrogen rabitələrinin say nisbəti.
hidrogen rabitələrinin say nisbəti və burada bir 600-ün 1000-ə adenin timin olacaq 600, bu da 1000 olmuş olacaq. Yəni 1000-in böyükdən kiçiyə yazaq da 1000-in 600-ə nisbəti. Burada elə belə getdikdə 5-in 3-ə nisbəti, bu da Y variantına uyğun gəlmiş olacaqdır sadələşdirsək. Yəni 2 qat rabitəli olan birləşmələrin sayını 3 qat rabitəli olan birləşmələrin sayına nisbəti 5-in 3-ə olmuş olacaqdır. Sonra keçirik növbəti sualımıza. Şəkildə ağlı qişa, göz bəbəyi, şüşəyə bənzər cisim hansı rəqəmlə göstərilmişdir? Siz bilirsiniz ki, ağlı qişa gözün xaricdən örtən qişadır. Burada isə gözü ən xaricdən örtən qişa 5. 5 də göstərilib. Yəni 5 ağlı qişəyə aiddir. Yəni 5A-dır. Gözün bəbəyi. Göz bəbəyi isə 3 rəqəmi ilə göstərilib. Bu da B-də 3-dür. Sonra şüşəyə bənzər cisim. Şüşəyə bənzər cisim isə 4 rəqəmi ilə, bax budur şüşəyə bənzər. Bu isə 4 rəqəmi ilə göstərilib. Deyilənlərə uyğunlaşsa A variantına uyğun gəlmiş olacaqdır. Ümumiyyətlə dərsliklərdə şəkillərə və şəkillərin üzərindəki rəqəmlərə diqqət vermək lazımdır. Çünki gördüyünüz kimi suallarda düşür. 7-ci sualımızda nə soruşur? Mayalanmada bilavasitə iştirak edən qametlərin sayı, bir yumurta göbək ciyələrinin sayı, yaranan ziqotun sayı. Buradan indi biz bir qametlərin sayı 2 dənədir bir yumurta əkizində. Sonra bu zaman yaranan ziqotun sayı da 1 olur. Bir ziqot yaranmış olacaq. Sonra isə müxtəlif yumurta əkizlər göbək ciyələrinin sayı 2 dənə göbək ciyəsi olacaq. Ümumiyyətlə eyni yumurta əkizi də olsa, yəni göbək ciyəsinin hər bir dövrün özünün göbək ciyəsi olur. Bizə nəyi soruşur? Bunların cəmini soruşur. 2-nin üstünə 1 gələcək 3, 3-ün üstünə də 2 gəlsək 5 olmuş olacaq. Bu da 7-ci sualımızda B variantına uyğun gələcək. 8-ci sualımızda nə soruşur? Bərabər sayda götürmüş çay xərçəngi, xaçlı örümcək may böcəyində 264 yermə ayağı varsa, onda bu boğmayaqlarda cəmi neçə bığcıq saymaq olar? Çay xərçəngində ayaqlarının sayını 10x-la götürək. Xaçlı örümçəyində hörümçəkdə 8x-la götürək. Çünki ayaqlarının sayı 8-dir. May böcəyində isə 6x-la götürək. Yəni burada ayaqlarının sayı 6x-dir. Bunları toplayaq. Deməli, 6-nın üstünə 10'un üstünə 6, 16, 16'nın üstünə 8 gəlsək 24 eləyəcək. Buradan da yazaq ki 24x bərabərdir 264-ə. 264-ə x də bərabər olacaq buradan 11-ə. Yəni burada çay xərçəngində 11. Bizdən də soruşur ki neçə bığcıq var? Çay xərçəngində 2 cüt, yəni 4 ədəd, may böcəyində isə 2 ədəd bığcıq olur. Yəni ona görə 11-i vuracağıq 4-ə, eləyəcək 44. Üstünə də gələcək. May böcəyində də 2 dənə olduğunu, 11-i var 22. 44-ün üzərinə də 22 gəlsə eləyəcək 66. Bu da C variantına uyğun gələcək. 9-cu sualımızda nə soruşur? 9-cu sualımızda şəkildəki heyvanda rast gəlinmir. Kərtənkələdir. Biz bilirik ki, kərtənkələ qırışlı beyincik yoxdur. Ancaq caynaq, diş, qırışlı beyincik bunlarda ümumiyyətlə yadınıza saxlayın ki, qırışlı beyincik quşlarda bir də məməlilərdə var. Bütün məməlilərə aid olan əlamət, bütün məməlilərə aid olan mayalanmanın daxili getməsidir. Həm talasemiya, həm də hemofiliya xəstəliyə aid olanları müəyyən edin. Həm talasemiya, həm də hemofiliya
Deməli, irsi qan xəstəliyinin olması, qan köçürmə zamanı bir insandan digər insana heç biri keçə bilmir. Buna görə də elə A variantına uyğun gəlir. 12-ci sualda hansı ifadə doğrudur? Biz buradan çünki məsələn burada 11-ci sualımıza baxaq. Məsələn 11-də deyir ki, məsələn 1 ilə 4 hər ikisinə aiddir. 2. Gen cinsiyyət xromosomunda yerləşir. Genin cinsiyyət xromosomunda yerləşməsi hemofiliyaya aiddir. Talasemiya autosom xromosomla keçir. Sonra eritositlərin funksiyası pozulması talasemiyaya aiddir ancaq. Sonra bir də 5. Əsasən kişilər xəstələnir, hemofiliyaya aiddir. 6. Qaraciyər və dalaq şişməsi isə talasemiyaya aiddir. Burada 11-ci sualımızda geniş izah vermək istədim. 12-ci sualımız hansı ifadə doğrudur? Doğrudur. Deməli, yalnız insan tutula biləcəyi antroponoz, bəli, insan tutula biləcəyi xəstəlikdir. Digərlərdən düzgün değildir. 13-cü sualımızda nə soruşur? Şəkildə neçə tip, neçə sinif aid olan canlılar verilmişdir. Buradan baxırdıqda, bax, bu meymundur, itlərdir. Bunlar nədir? Məməlilər sinifinə aiddir. Bunlar quşlar sinifinə aiddir. Bu suda qurda yaşayanlar sinifinə aiddir. Bu isə suda qurda yaşayanlar sinifinə aiddir. Bizdən də nəyi soruşur? Neçə sinif, neçə tip var? Deməli, 1, 2, 3, 4 dənə sinif var. 4 dənə sinif var. Bunların hamısı birdən xordallar tipinə aiddir. 4 dənə də bir dənə də tip varmışdır. O da C variantına uyğun gəlmiş olur. 14. Hansı ifadə doğru deyil? İfadə doğru deyil. Zigot anarı. Bəli, zigotdan anarı, zigotdan işçi arı düzdür. Erkək arı spermatozoid. Zigotdan erkək arı xeyr. Zigotdan erkək arı əmələ gəlmir. Elə burada uyğunluq pozulmuşdur. Uzaq hibridləşmə zamanı 12 xromosomlu sperm ilə 7 xromosomlu yumurta hüceyrə mayalanmışdır. Elə 12'nin üstünə gəldim 7. Sonra Karpetchenko metodu tətbiqindən sonra alınan hibridin bir yarpaq, bir sperm, bir endoz, bir müceyrəsə xromosomlar minimum sayını neçə olar? Deməli 12'nin üstünə 17 gəlsək, eləcək 19. 19'u da 2'yə vursaq neçə eləcək? 38. Bizdən soruşur ki, yumurta hüceyrə. Deməli 12 oldu. Burada 24 oldu. Burada da oldu 14. Bu da elədi cəmi xromosom sayı bu bitki üçün 48 Karpetchenko metodu tətbiq ediləndən sonra və bizdən nəyi soruşur? Yarpaq. Yarpaq hüceyrəsində olacaq 14'ün üstə 24 gəlsək eləcək 38. Yarpaq hüceyrəsində olacaq 38 yarpağımızda. Sonra deyir bir spermi. Spermi də isə onun yarısı qədər, yəni 19. Mərkəzi hüceyr, endosperm də isə 3N olur. 3N'də olanda 57. Bu 2N'dir. Yəni bunun yarısı, bu da 13'ün 57. Bunların da cəmi eləyəcək 114. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Alma bitkisində yarpaq sayı A. Sonra buğum sayı A. Alma bitkisi ümumiyyətlə yadınızda saxlayın ki, növbəli düzlükdə yarpaq sayı buğum sayına bərabərdir. Yəni elə bu da A. Bu da bərabərdir 10'a. Yasəmən bitkisində yarpaq sayı 34. Yasəmən bitki qarşı-qarşıya bizi
düzülmüş bitkidir. Yadınızda saxlayın ki, onun yarısı qədər olacaq. 34'ün yarısı deyiləcək 17. Buğmalarının sayı isə buğumların sayından bir vahid əksik 16. Bizdə bu nəyi soruşur? Bu bütün bunların cəmi. Onun üstünə 17, üstündə gəlsək 16, cəmi eləyəcək 43. Bu da D variantına uyğun gəlir. 17. 17-ci sualımızda nəyi soruşur? Deməli, əgər populyasiyada bir allelin rast gəlmə tezliyi verilibsə, onda Heidelberg qanununa görə hansı allelin rast gəlmə tezliyi hansı düsturla hesablamaq olar? Rast gəlmə tezliyini ikinci bir də üçüncü düsturla hesablamaq olar. Bu da Y variantına uyğun gələcəkdir. 18-ci sualımızda deyir, Silur dövründə baş verməmişdir. Deməli, Silur dövründə baş verməyib, bura baxanda bitkilərdə toxumalar yaranır. Bu ordovikdə baş verib, Silurda baş verməyib. Elə buna görə də Y variantını götürmüş olacağıq 18-ci sualımızda. 19-cu sualımızda nə sorulur? Doğru ifadələri müəyyən edin. Deməli, buradan bakteriya üçün biz doğru olan ifadələri götürəcəyik və burada 19'a baxsaq, X nüvəsi ola bilər. Burada mənfi işarəsi qoyulub düzdür. Yəni buna görə də biz bunu götürə biləcəyik. 1'i götürəcəyik. Sonra Y ribosom ola bilər. Bəli, bunu da götürəcəyik. Sonra Z ribosom ola bilər. Xeyr, bunu götürməyəcəyik. Çünki bakteriyalarda ribosom var. 4. X xlorofil ola bilər. Bəzi bakteriyalarda xlorofil var. Bəli, bunu da götürəcəyik. 5. Xloroplast bakteriyalarda olmur, mitoxondride olmur. Elə cavabımız olacaq A variantı. 20-ci sualımızda nə soruşur? Eyler-Venn diaqramı uyğun bəndlər müəyyən edir. Protal, proteinema. İndi baxaq burada. Deməli, birinci protala aid xüsusiyyətləri seçək, sonra proteinemaya, sonra isə hər ikisinə aid. Protala aid xüsusiyyət, protal bilirsiniz ki, qıcıların cücərtisidir. Ona görə də 2'ni yazırıq bura. Bir də qametlər əmələ gətirir. Bir də bu. Sonra keçirik proteinema. Proteinema da bilirsiniz ki, mamırın ilk cücərtisidir. Bir də sap şəkilli yaşıl yosuna bənzəyir. Hər ikisi üçün ortaq xüsusiyyət haploid xromosomlu olmaları, bir də fotosintezi həyata keçirməsi. Bunun hər ikisinin ortaq xüsusiyyətidir. Bu da uyğun gəlir C variantına. 21-ci sualımızda nə soruşur? 21-ci sualımızda soruşur ki, bu tip genotipə malik 2 fərdin çarpazlaşması zamanı alınan nəsildə neçə fenotip, neçə genotip müxtəlifliyi olur? Genlər ilişik deyil, dominantlıq tamdır. Ümumiyyətlə, bu cür məsələlər olanda yadınızda saxlayın ki, genotip sayı 3 üstü n-dən hesablayırıq. Fenotip və genotip müxtəlifliyi. Fenotip sayısı 2 üstü n-dən. Yəni 2 üstü n-in nisbəti 3 üstü n-ə. 2 üstü n, yəni neçə dənə gen müxtəlifliyi var? 1, 2, 1, 2, 3 dənə. 3 dənə olacaq. Yəni 2 üstü 3'ün nisbəti 3 üstü 3'ə. Bu da 8'in nisbəti eləyir 27'yə. 8'in nisbəti 27'yə. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Sonra keçirik 22-ci sualımıza. 22-ci sualımıza deyir. İnsan və orangutan üçün ümumi əlamətləri müəyyən edin. Buradan insanın əmək alətləri yaranmışdır. Deməli, insana aiddir. Sonra 24 qabırğaya malik. Deməli 24 qabırğaya malikdir. Bəli, bu götürə bilərik.
bunu ikini götürəcəyik düzgün olaraq. Sonra primatlar dəstəsinə aiddir. Bu meymuna aiddir. Götürməyəcəyik. Elə primatlar, insan da primatlar dəstəsinə aiddir. Yəni 2 ilə 3 olur. Öz şöbəsi beyin şöbəsindən iridir. Xeyr, 5. Deməli 5 nədir? Ayaq tağının olması. Ayaq tağının olması insana aiddir. Qaşüstü qövs sümüyünün olması, bu da meymuna aiddir. 4 ilə 6 meymuna aiddir. 5-ci insana aiddir. Hər ikisinə aid, ancaq 2 ilə 3-dür. Verilənlərdən, xəstəliklərdən insanın verilmiş xəstəlik malik insanlardan genotiplərinin cinsiyyət xromosomlarının sayının artma sırası ilə müəyyən edin. Artma sırası ilə müəyyən etdikdə birinci olacaq Şerşevski, Terner. Yəni birincinin xromosomu olur. Yadınıza saxlayın. 44 üstə gəlinsin X. İkincisinin xromosomu olur. Klinefelter'de 44 üstə gəlinsin X. X trisomiyadır. Y. Patau sindromunda isə 45 üstə gəlinsin X. X-dir. Bax bu xəstəlik. İndi bizdən bunun artma sırası ilə gözü. Biz burada baxdıqda elə görürük ki 1 3 sonra 2 1 3 2 bu istiqamətdə artmış olacaqdır. Sonra 24-cü sualımıza nə soruşur? Miller'in qurduğu elektrodlar yerləşdirilmiş hissədə hansı qazlar var idi? Biz bilirik ki burada metan qazı var idi. 1. Sonra burada amonyak qazı var idi. Bir də hidrogenden ibarət idi. Miller ona görə qəbul olunmadı ki, onların dövrünün alimləri deyirdi ki, azot qazının əvəzinə karbon qazını orada getməsini istəyirdilər. Burada isə 1, 5, 6 götürmüşdü Miller havada. Yarpaq mənşəli bığcıqlara malik olan bitkiləri müəyyən edin. Yarpaq mənşəli bığcığa malik olan noxudla lərgədir. 3 ilə 6. Yəni 25-ci sualımızın cavabı olacaq 3, 6. 26-cı sualımızda isə nə soruşur? Toxumla çoxalan ikəpəli bitkinin kök sistemində 40 kök var. Əgər əlavə köklərin sayı yan köklərdən 2 dəfə azdırsa, əlavə kökün sayı yan kökün sayından 2 dəfə azdırsa, neçə əlavə kök vardır? Deməli 1, 2, 1 üstə gəlinsin. X üstə gəlinsin 2x bərabərdir 40-a. Buradan da 39 bərabərdir 3x-a. X-imiz də bərabər olacaq 13-ə. Bizdən nəyi soruşur? Neçə əlavə kökü var? Neçə əlavə köklər var? 13 dənə əlavə kök var olmuş olacaq. Əgər yan kökləri soruşsaydı 26 olacaqdı. 13 26 olmuş olacaqdır. 27-ci sualımızda nə soruşur? Uyğunluğu müəyyən edin. İzoqaniya. İzoqaniya uyğundur. 1'ə uyğundur. Buradan yazın. 1'ə uyğun gələcək C. İzoqaniya. 2'yə anizogamiya. Anizogamiya isə adi şamla palıd aiddir. Toxumlu bitkilər. Yəni A. Bir də Y aiddir. Oagamiyada isə yaşıl quş mamırı aiddir. Bir də eviti aid olmuş olur. Sonra 28-ci sualımızda situasiyamız gəlir. Deyir, diploid xromosom dəstinə malik adi kartof bitkisinin bir yumurtacığına gedən cinsi çoxalma prosesinin sxemi verilib. Demək, sxemə əsasən deyir 1, 2 və 3 rəqəmi göstərilən hissəni müəyyən edin. 1 rəqəmi toxumun hissələrini göstərib. Bax, görürsünüz, bax burada
toxumun hissələrini göstərib. Birinci olur toxumun qabığı. Yəni bu iki ləpəli bitkinin toxumudur. Bax, birinci baxırsınız, bu toxumun qabığıdır. Birə yazıram toxum qabığı. İkinciyə baxırıq. İkinci isə budur. Baxan kimi görürük ki, biz bu ləpə yarpaqlarıdır. Üçüncüyə baxdıq. Üçüncüyə baxan kimi də görürük ki, biz burada kökçük götürülmüşdür. Bu 29-cu sxemdə 4 rəqəmi ilə göstərilən hansı hüceyrə birləşməsidir və bu hüceyrin hər birinin xromosom dəsti neçədir? Şəkildə baxdıqda görürük ki, 4 rəqəmi ilə dörd rəqəmi ilə bax, bu mərkəzi hüceyrə göstərilib və endosperm göstərilir. 4 rəqəmi ilə endosperm göstərilir və sperm ilə mərkəzi hüceyrənin birləşməsidir. 4-də mərkəzi hüceyrə, spermi plus endospermdir. Endosperm göstəriliblər. Spermi plus mərkəzi hüceyrədən ibarətdir. Yəni spermi N-dir, mərkəzi hüceyrə isə 2N-dir. Endosperm də olur, cəmi 3N-ə bərabər olmuş olur. Əgər deyir, burada yazırıq endosperm, spermi üstə gəlinsin mərkəzi hüceyrə, bu da bərabərdir. Yəni N üstə gəlinsin 2N-ə. Bu da cəmi 3N-dir. Əgər bu bitkidə 2N bərabər 48 olduğunu nəzərə alsaq, onda 2 qat mayalanmada bilavasitə 5 rəqəmi ilə göstərən strukturlu hüceyrədə xromosomların ümumi sayı neçə olacaqdır? Deməli, 2N bərabərdir 48-ə, onda N bərabərdir 24-ə. N bərabərdir 24-ə. Burada da göstərdi 5 rəqəmi ilə Ruşeym kisəsi göstərilib. Ruşeym kisəsində isə 8 dənə hüceyrədir və 2 dənə də spermi bura daxil olub. Cəmi 8 dənə hüceyrə idi. Burada 8 N idi və 2 spermi də daxil olanda cəmi neçə N eləyəcək? 10 N etmiş olacaqdır. Və burada deyir ki, nə deyir? Hüceyrədəki xromosomların ümumi sayı. Xromosomların ümumi sayını isə bu 10 N tapdıq mı? Burada da N neçədir? Tapdıq 24-ə. 10 vurulsun 24. O da bərabər olacaq 240. Buradakı hüceyrələrin sayı 240 olacaq. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.